Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenidən dəyişdirilir. Bu barədə arenanın direktoru Şamil Quliyev eksklüziv olaraq Lider televiziyasına məlumat verib. Daha ətraflı əməkdaşımız Emin Ağa danışacaq. Təmir işləri yalnız stadionun ot örtüyü ilə bağlıdır. Avropa Liqasının oyunları zamanı meydanın yararsız vəziyyətə düşməsi heç də onun keyfiyyətsiz olması ilə bağlı deyil. Biz ot örtüyünü və eləcə də torpaq qatını müvafiq analizlərini apardıq. Oradan məlum oldu ki, burada təqsir ot örtüyündə deyilmiş, torpaqdaymış. Torpaqda hansısa xəstəliklər, müəyyən xəstəliklər mövcud olduğuna görə o ot örtüyü o vəziyyətə düşmüşdü. Və bu günlərdə biz qərar qəbul elədik. Bugün deyəndə biz gözləyirdik Avropa Liqasının oyunları bitəndən sonra biz qərar qəbul elədik ki, təkcə ot örtüyünü yox, köklü surətdə torpaq qatını da dəyişək. Xatırladaq ki, may ayında Bakıda baş tutacaq 17 yaşadək futbolçular arasında Avropa çempionatının bəzi oyunlarının mərkəzi arenada keçirilməsi nəzərdə tutulurdu. Amma yaranan problem planların dəyişməsinə səbəb olub. Həqiqətən də çox istərdik ki, may ayının 1-dən 15-nə qədər keçiriləcək oyunlar bizim stadionda da keçirilsin, müəyyən oyunlar bizim stadionda da keçirilsin. Amma mütəxəssislərin verdiyi rəyə görə ətraflı rəy sorğusunu apardıq və mütəxəssislər belə bir rəy verdi ki, əgər may ayında o oyunlar burada keçirilsə, çəkilən zəhmətlər, əkilmiş toxum, yəni ot örtüyü yenidən yararsız hala düşə bilər və yay aylarında keçiriləcək, yay aylarından başlayaraq, iyul ayından başlayaraq keçiriləcək Avropa Liqasının oyunlarına yenə də ola bilər ki, keçən yaşadığımız problemlər yaşansın. Qeyd edək ki, bərpa işləri bir həftədir ki, başlayıb. İşlərin mart ayının sonuna kimi bitəcəyi gözlənilir. Emin Ağa, Rahim Mustafayev, Lider TV.